Gedirik Dövlət Tarix Muzeyinə. Dostlar, bundan önceki videolarımda Məmnə Xatun Türbəsinin yanında da bu tipli qoz figurlar görmüşsünüz. Amma sizə onlar haqqında məlumat verməmişdim. Ona görə istədim bu videoda danışım. Türk və Qafqaz xalqlarının qədim təfəkküründə qoz güc, cəsarət, qəhrəmanlıq və bərəkəti simvolizə edir. Bu tipli heykəllərdə adətən el arasında hörmət qazanmış cəngavərlərin, tayfa başçılarının və döyüşçülərin el ağalarının qəbirləri üstünə qoyulurdu. Dostlar, Naxçıvan Dövlət Tarix Muzeyi bölgənin ən qədim və zəngin mədəniyyət ocaqlarından biridir. Muzeydə Naxçıvanın qədim dövrlərdən müasir dövrə qədər olan tarixi, mədəniyyəti, etnoqrafiyası və təbiətini əks elətdirən minlərlə qiymətli eksponat ev sahibliyi eləyir. Bura Naxçıvanın ən köklü muzeylərindən biridir və 1924-cü ildə təsis olunmuşdur. Burada 48 mindən çox nadir tarixi və arxeoloji nümunə saxlanılır. Şöbələr xronoloji sırayla qədim, orta və yeni müasir dövrləri əhatə eləyir. Dostlar, ilə arxada gördüyünüz videoda müxtəlif dövrlərə aid qızıl, gümüş və mis sikkələr də nümayiş olunur. Həmçinin bir çox dövlətə aid olan kağız pullar da burada nümayiş olunurdu. Azərbaycanda indiyə qədər istifadə olunmuş digər pul vahidləri də burada nümayiş olunur. Dostlar, muzeyin binası 2 mərtəbəli idi və həqiqətən çoxlu eksponatlar olduğundan bunların hamısını sizə göstərə bilməyəcəm. Amma sizin üçün ən maraqlılarını çəkmişəm. Xoş izləmələr. Buradakı əl işləməli olan parçaları görəndə ağlıma Şəki gəldi. Çünki Şəkidə də muzeydə bu tipli çoxlu parçalar var idi. Az öncə qırmızı dairənin içində də işarələdiyim əşya isə yelpikdir. Bələdçi dedi ki, bu sandıqlar hamının diqqətini çox çəkir, amma mənim çəkmədi, çünki kətdə də var. Burada da muzeyə hədiyyə olunan xalçalar var. Həmçinin xalqın yaşayışını da göstərmək üçün bəzi tapıntılar və muzeyə bağışlanan əşyalar da nümayiş olunur burada. Bu hissə isə Naxçıvandan olan görkəmli şəxsiyyətlərə ayrılmışdı. Muzeydə eksponatlarla yanaşı bir çox rəssamın əsərləri də nümayiş olunurdu. Qədim musiqi alətlərinə ayrılmış hissədə isə tuluq adlı musiqi aləti var idi. Tuluğun diqqətimi çəkməsinin səbəbi isə cizgi filmlərdə Şotland obrazlarında əlində bu alətdən görməyimdir. Burada da val və kasıb ailələri təmsil edən maket və eksponatlar var. Dostlar, Naxçıvana gələndə mavi rəngi hər yerdə görürdük. Tikililərin üstündə də, bəzək əşyalarında da, qablarda da. Bizə də bu çox maraqlı gəldiyi üçün bələdçidən soruşduq. Amma onun müəyyən bir səbəbi olmadığını dedi. Sadəcə çox sevilən bir rəng olduğu üçün. Mən elə bilmişdim ki, simvolik mənası var. Anamın ən çox xoşuna gələn eksponat isə bu oldu. Ordunun başında kim gedərdisə bunu əlində tutardı. Həm ordunun istiqamətini bununla müəyyənləşdirərdilər, həm də düşmənə bununla gözdağı verərdilər. Videoda gördüyünüz hissə isə Naxçıvan memarlıq abidələri və gəzməli görməli yerlərinə həsr olunmuşdur. Buradakı qədim məzar daşları əcdadlarımızın inanc dünyasını və dünya görüşünü əks elətdirir. Məzar daşlarından sonra gördüyünüz bəzək əşyaları və böyük gilqablar, yəni küplər, insanın axirət dünyasına inancını təsdiqləyir. Qədim dövrlərdə mərhumları torpağa tapşıranda, onların sonraki həyatlarında istifadə edə bilmələri üçün sevimli əşyalarını və məişət ləvazımatlarını da onlarla birlikdə dəfn edirdilər. Burada da monoxrom və polixrom olan gilqablar görürsünüz. Dostlar, artıq videonun sonuna gəldik. Sonraki videolarda görüşənə qədər sağ olun.